Ondan qabaq var idi da, sizdə hansı ki yeməyə dirənc göstərirdiniz? Buna görə olmuşdu. Stressdən dolayı məndə yeməklə bağlı problemlər yaranmışdı. Hə. Yəni yeməyin bir növü var orada. Amma bax çox yaxşı bir yerə toxunduq ki, bunu qarmanal istərsəniz qəbul edirsən. Məsəl üçün mənim özümdə indi bilmirəm bunu baxın görün necə deyirəm. Səhv deyirəm, düz deyirəm. Mənim özümdə menstrual dönəmdən öncə mən çoxlu yemək istəyirəm. Mən tort yemək istəyirəm, şəkər yemək istəyirəm. Və onu orada istəyirəm. Amma məndə deyim ki, menstrual dönəmdə pozuntu baş verdi. Pozuntu baş verəndən sonra preparatdan istifadə etməyə başladıq. Həkim dedi ki, yolun var. Ya biz sənə dərman verəcəyik, sən dərmanla müalicə edirik. Ya da ki, aparat var, aparat vasitəsilə, amma aparatın özü ayda 2 dəfə falan hormon ifraz edəcək. Biz səni belə müalicə edə bilərik. Mən dedim ki, dərmandan sonra aparat olsa yaxşıdır. Aparat da indi yenə də mən baxıram ki, menstrual dönəm zaten pozulub, orada tutmaq olmur heç nə və mən mütəmadi yemək istəyirəm. Bəli, elə olur. Bir həftə öncədən yemək istirdim. İndi artıq pozulub, mən daha çox yemək istəyirəm və mən indi tort istəyəndə, o ancaq o dönəmdə olur, məndə də bir balaca qızım. O dönəmdə mən başa düşürəm ki, bir dəqiqə Aytən, bunu sən istəmirsən, bunu sənin hormonların istəyir. Sadəcə bu pozulub deyənə. Sən prosta bunu kruqlu sütka istəyirsən. Bəli, eynən, точно elədir. Yəni məsələ bu isə çox çətindir axı. Yəni bir qadın üçün mən gedirəm evdə baxıram salatın üzərinə, mən salatı yemək istəmirəm. Mən dadlı yemək istəyirəm də. Bunu necə tənzimləyək? Axı bu çox çətindir. Mən yenə də düşünürəm ki, ümumiyyətlə həddindən artıq çox belə dirəndiyimiz dönəmdəsə mən buraxmağı tövsiyə edirəm. Yəni gedim alım yeyim. Yəni çünki mən o qədər həm özümdə onu yaşamışam və həmin dövrdə mənim kimi bu hormonal problemi olan support qrup var idi, dəstək qrupu Amerikadan. Yəni həmin mən belə deyim də müraciət etdim. Orda mən elə insanları görürdüm ki, yəni mənim problemim 2 il idi yaranmışdı. Orda nə bilim 18 il, 20 il bu problemi yaşayan insanlar var idi. Nə bilim 45 yaşında falan başlayan insanlar var idi. Tutalım ki, demək olar ki, ömrünün çox böyük hissəsini bununla mübarizədə keçirib və 5 həftənin içində, 6 həftənin içində onların hormonları bərpa olurdu və eyni zamanda da yeməyə qarşı baxış açısı dəyişir. Çünki həqiqətən də belə deyirlər, o azadlıq əslində o demək deyil də, nə istəyirəm eləyə bilərəm. Azadlıq artıq o müdriklükdə olmaqdır ki, mən eləyə bilərəm, eləmirəm. Yəni bu yeməklə də bağlı mən düşünürəm ki, o müdrikliyimiz olmalıdır. Onun üçün də bəzən başını buraxmaq lazımdır ki, görək indi hara qədər gedəcək. Çünki o doğrudan da bir yerdə dayanır, doğrudan da bir yerdə bezirsiniz.